Salam olsun hidayete tabi olanlara. Amin. Qurandan 59-cu surənin 18, 19, 20, 21-ci ayələrini zikr edək. İnşallah. Ya Allah, ya Haqqallah. Ya Haqqallah. Ey iman edənlər, Allaha qarşı təqvalı olun və hər kəs sabah üçün nə hazırladığına baxsın. Allaha qarşı təqvalı olun. Şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdardır. Allahı unudan, buna görə də Allahın da onlara özlərini unutturduğu, yəni xeyirlərini başa düşə bilməyən kimsələr kimi olmayın. Onlar yoldan çıxanlardır. Cənnət əhli ilə cəhənnəm əhli bir olamaz. Cənnət əhli qurtulanlardır. Biz bu Quranı bir dağa nazil etsəydik, onu Rəbbinə olan hörmətindən dolayı boyun əymiş bir şəkildə paramparça olmuş görərdi. Biz düşünsünlər deyə insanlara bu örnəkləri veririk. İndi gəlin düşünək. Mən tez-tez oxudum. Yəni ki, əzbər bilirdim dedim. İndi gəlin düşünə-düşünə. Mən yəni deməklə düşünmək bir deyil. Ona görə də Allahımız Quranda buyurur ki, Quranı aramla, düşünə-düşünə oxuyun. Ey iman gətirənlər, o birilərə aid deyil. Çünki iman gətirmədinsə, Quran ardın oxusaq da çatmayacaq o adama. Yəqin də, çünki iman gətirməsən, yəni diqqət eləməsən, nəyə nail ola bilərsən ki? Ey iman gətirənlər deyə Allahımız buyurur. Allaha qarşı təqvalı olun. Təqvalı olmaq, yəni günahlardan çəkinmək. Allaha qarşı gəlməkdən çəkinmək. Allaha qarşı təqvalı olun və hər kəs sabah üçün nə hazırladığına baxsın. Allaha qarşı təqvalı olun. Sabah, yəni axirət üçün. Allaha qarşı təqvalı olun. Günahlardan çəkinin. Şübhəsiz ki, Allah etdiklərimizdən xəbərdardır. Şübhəsiz ki, Allah etdiklərimizdən xəbərdardır. Allahı unudan əksəriyyətimiz əksər vaxtlarda beləyik. Ya Haqqallah. Ellərindən olmayaq. Amin ya Rəbbil aləm. Ya Rəbb, sənə olan güvənimizi artır. Dünyaya olan dalğınlığımızı qaldır. Bizə hep səni xatırladacaq, iyilik yapacaq və axirəti dünyadan çox sevdirəcək şeyləri lütf eylə. Amin ya Rəbbim, qurban olum. Bizi haqqı bilənlərdən, haqqı tabi olanlardan və haqqı yaşayanlardan eylə. Amin. Davam edək. Ya Rəbbim, üzərimizə səbir yağdır və Müslüman olaraq canımızı al. Amin ya Rəbbil aləmin, amin. Allahı unudan, buna görə də Allahın da onlara özlərini unutturduğu, xeyirlərini başa düşə bilməyən kimsələr kimi olmayın. Onlar yoldan çıxanlardır. Ya Rəbbim, qəlbimizə sənin sevgini, səni sevən peyğəmbərlərimizin sevgisini və sənə yaxınlaşdıran gözəl kimsələrin sevgisini yerləşdir. Amin ya Rəbbil aləmin, amin. Davam edirəm. Allahı unudan, buna görə də Allahın da onlara özlərini unutturduğu qarşılıqlıdır. Hər şey qarşılıqlıdır. Hörmətlər qarşılıqlıdır Allahımız Quranda buyurur. Allahı unudan, buna görə də Allahın da onlara özlərini unutturduğu, xeyirlərini başa düşə bilməyən kimsələr kimi, yəni xeyirlərini Allahı unudan, xeyrin başa düşə bilməyəcək. Xeyirlərini başa düşə bilməyən kimsələr kimi olmayın. Onlar yoldan çıxanlardır. Cənnət əhli ilə cəhənnəm əhli bir olamaz. Cənnət əhli qurtulanlardır. Qurtulanlardır. Əzanın da sözlərində buyurur ki, əzanın sözlərində hadi namaza, hadi namaza, hadi qurtuluşa, hadi qurtuluşa. Namazsız cənnət təsəvvür eləmirəm. Yəni Allahın əmrini pozan cənnət, yəni Allahın
bizi yaradanın, yenilməz qüdrət, qüvvət sahibi olan, hakimlərin hakimi, yenilməz padişah olan Allahın əmrinə uymaqla çatılacaq bir məkandır da, məkan əbədi məkandır. Necə olur ki, biz indi oxuyacağım Allahın ayələrini indi zikr edərik. Amma bir mənə deyin görüm, əgər bir adam, bunu bir adamdan eşitmişdim, düz də deyir. Əgər o təsvir edir ki, əgər patron türk idi danışan, yəni böyüyün, müdürün desə ki, gəl sənə bizim pulla desək 1000 manat pul verəcəm, 10 dəqiqə işlə, səhər saat 5-də gəl. Ya hər gün filan elə, hər gündə o pulu sənə verəcəm. Necə biz qaça-qaça gedərik, saatı qurarıq, eləyərik, həmən vaxta çatarıq, həmən işi yerinə yetirməyə çalışarıq ki, 1000 manat pul alaq, düzdür? 1000 olmasın, az olsun ya çox olsun. Bir məbləğ eşidən kimi ona can atırıq, düzdür? Var gücümüzlə gedirik, patronun dediyini edirik. Bəs Allah əbədi cənnət vermək istəyir. Niyə görə bu əbədi cənnəti qazanmaq üçün çalışmırıq bəs? Çalışmaq birinci növbədə namazdır. Çünki Allahımız buyurur ki, namaz sizi çirkin və pis işlərdən təmizləyər, çəkindirər. Namazla, səbirlə Allahımız buyurur ki, namazla, səbirlə Allahdan kömək istəyin. Mən hacət namazı qılıram inşallah. Yəni qılıb hacət namazı ilə fərz namazlarına, yəni vacib namazlardan əlavədə, yəni qılıb Allahdan kömək istəmək lazım. Namazla Allahdan kömək istəmək lazımdır, səbirlə. Bəs Allahın əmridir. Mən eşitmişəm ki, tər axırı başımdan. Yəni Allah Quranda, yəni özüm saymamışam onu. Buyurulur, kim idi saymışdı, yəni vacib bilən adamlar idi. Deyir ki, Quranda 70 dəfədən çox buyurulur ki, namaz qılın. Səcdə edin, sonra səcdədir, rukudur, bunlar hamısı namazı işarədir. 70 dəfədən çox. Allah əgər Adəm Peyğəmbərə bir dəfə dedi ki, falan yer ağaçdan onu zəhərləməyəcəkdi, amma Allahın əmri idi. Zəhərlənmədi ki, amma Allah buyurdu ki, ondan yemə. Bir dəfə əmr elədi, bir əmrin pozdu, cənnətdən qovuldu. Sonra tövbə elədi, ağladı, illərlə tövbəsi qəbul olundu. Sonra Allahın sözünü, yəni əmrinə itaəti axıra qədər elədi, cənnətə getdi də. Amma biz 70 dəfə əmr olunur ki, Quranda ki, namaz qıl və bilirik, hamı bilir ki, namaz necə gözəl bir şeydir. Şəxsən mən, şükür Allah, namazımı artıq 25 ildir də, 24 ildir belə qılıram. Yəni mən bilirəm ki, namaz qılanda insanın necə də gözəl əhval-ruhiyyəsi olur, insan necə də vəsvəsələrdən qurtulur, insan necə də xoşbəxt olur, əsl xoşbəxt olur. İndi baxın, nə qədər adamı incitsələr də adam daxilən xoşbəxt olur. Yəni bilin ki, namaz böyük güc qüvvət verir adama. Sən Allaha səcdə edirsən, Allah da səni xoşbəxt edir, güc qüvvət verir. Amma unutmayaq ki, bütün güc qüvvət yalnız Allaha məxsusdur. Allah istədiyinə, yəni diləyənə lazım olan qədər verir. Nə lazımdırsa. Vermədiyi də bir söz var, deyir, Allahın verdiyi nemətdir, vermədiyi gör necədir o söz, vermədiyi isə hikmətdir. Hikmətdir. Yəni Allah verməyəndə də hikmətdir. Yəni Allah bilir ki, bizim xeyrimiz üçün nə lazımdır, amma biz bilmirik. Çox şey istəyirik. Əslində bizim istədiklərimizin çoxunda özümüzdə ziyan var. Xoş bildiklərimizin çoxunda özümüzdə ziyan var. Ona görə də Allahın vermədiyi hikmətdir. Və yenə deyirəm, namazımızı qılsaq və Allaha Quranda digər tapşırılanları eləsək, Allahın bizdən prinsipi yoxdur ki, Allah buyurur ki, mən səni yaratdım, xoşbəxt eləmək üçün, xoşbəxt olmaq üçün, cənnət üçün. Sən də iradə azadlığı vermişəm, yol göstərmişəm, peyğəmbərlərlə, kitablarla.
Sənə iradə azadlığı vermişəm, sənə səy göstərmək üçün ağıl vermişəm, hər şey vermişəm. Lazım olanı vermişəm. Niyə səy göstərməyəsən? Niyə zəhmət çəkməyəsən? Niyə çalışmayasan? Bəyəm qulaq asmaq belə çətin şeydir. Qulaq asmır, təkəbbür göstər, əş eləməklə, Quran ayələrinə dal çevirməklə, qulaq asmamaqla, əməl eləməməklə, diləyərsənsə əgər o haldan çıxarsan, o vəziyyətdəsənsə də görürsən ki, anormal hərəkət edirsən, niyə belə edirəm içində varsa və ondan sonra da ürəyində hətta belə getsən də o momentdə də ürəyində desin, ya Rəbbim mənə hidayət ver, ya hidayət Qurandır da, ya Rəbbim mənə hidayət ver, ya Rəbbim mən belə olum. İçində diləsən, yavaş-yavaş adam olacaqsan, hər kəs. Biri mən. Bəli, cənnət əhli ilə cəhənnəm əhli bir olamaz. Ayəyə qayıtdım zikrimizə. Cənnət əhli qurtulanlardır. Bir yaxşı söz də yadıma düşdü. Deyirlər ki, çoxu deyir ki, mənim ürəyim təmizdir, o bəs ürək təmizliyi iləndir. Ay insanlar, indi o sözü deyim. Deyir ki, ayaqları şişənə qədər, yəni xeylə, yəni ayağı şişir deyə yox, bilmirəm, Peyğəmbərimizin sallallahu aleyhi və səlləm. Elə deyirlər, ayağı şişənə qədər namaz qılırdı. Ey insanlar, deyir ki, ey sən, o Peyğəmbərdən dəmi ki, ayaqları, ürəyin təmizdirmiş ki, ayaqları şişənə qədər namaz qılırdı, hə? Peyğəmbərlərin hamısı, əgər namaz qılıblarsa, bəyəm sənin namazla kömək istəyiblər, namaz qılıblarsa, Allaha səzdə ediblər ki, bəyəm sənin ürəyin onlardan təmizdir ki, sən qılmayacaqsan və ürəyim təmizdir deyib keçərsən yuxarı başa. Xeyr. Bir yaxşı söz də yadıma düşdü, deyir, səni səzdəyə aparmayan baş səni cənnətə necə aparsın? Səni səzdəyə aparmayan baş səni cənnətə necə aparsın? Mən indi bir səzdə eləyim sonra. Allah qoymadı, istədim eləyim, gördüm hansısa qüvvə qoymadı. Mən indi davam eləyim sözümü. Yəni, bəzən adam eləmək istəyəndə də, yəni, bu moment mən gördüm ki, Allah qoymadı. Mən inşallah danışandan sonra inşallah gedib səzdə edəcəm. Və söhbəti bitirim axırıncı ayəni yenə deyim ki, Allahımız buyurur ki, biz bu Quranı bir dağa nazil etsəydik, onu Rəbbinə olan hörmətindən dolayı boyun əymiş bir şəkildə paramparça olmuş görərdin. Biz düşünsünlər deyə insanlara bu örnəkləri veririk. Düşünməyən üzərinə Allah pislik yağdırır. Unutmayaq və sağollaşaq. Hələlik.